Selamun aleyküm. Ceylan. Ayşe dedim. Hə, sağ ol. Cecə, xoş gəlmisən. Bax. Alim, çox sağ ol. Hər kəs sağ olsun uşaqlar. Gördünüz? 49-55 kilonu. Ceylan. Teşekkür ederim Ceyloşum. Minnoşum. Da o var. 1.58'em. Pony at boy. Balaca at var ya oyam. Balaca atam mən. Pony. Şokdayım. Şokdayım. Benim itim 60 kilodur. Sizdeki it değil. Kangaldır, pitbulldur. Dobermandır. İt elə değil. İt elə olmur. Böböydə olur it. Sizinki kangaldır. Amma mən balaca qız olsam da mənim ürəyim böböydədir. Qəşəng ürəyimdir. Necə arıqladınız? Əvvəl necə ki... Uşaqlar, belə bir şey deyim nəsə, mən 55 kilodan yuxarı olmamışam. Mən niyə kök görsənirdim? Çünki balaca boy olduğuma görə balacalar kökəldikcə panda yavrularına oxşuyurlar. Və doğal olaraq da biz panda olduğumuzu, birər bir panda olduğumuza görə kökəldikcə enlənirdik. Kökəldikcə enlənirdik. Ona göre. Minik olsam bile çok tatlı olduğumu düşünüyorum. Bence küçük boylu kızlar bu dünyanın en güzel kızlarıdır bayım. Gerçekten. Onlar gerçekten birer bir pırlanta bence. Bile istediğim zaman topuklu ayakkabıyla kendimi yüksek görebilirim. Peki sen ne yapabilirsin ha? Söylesene bana. Sen ne yapabilirsin? Ya boyun dinozor kadar büyükse o zaman kendini nasıl kısaltacaksın? Mesela 2 metre boyunda. Ha? Senden merdiven gibi de belki kullanabilirler seni. Çam ağacı. Digedindi. Görsən payını. Başa düşdünüz? Mən sizin tərəfinizdəyəm. Mən sizi tərəf saxlayıram. Mənə bax. Dilan Poladı görürsünüz. Mədəni şəkildə söydü. Dilan Poladı görürsünüz uşaqlar. Arıqlayıb odayı. Engin deyir ki, ay qız kökəl deyir. Bəs sən deyir nətər deyir. Paltalar deyir üstünə olmayacaq sənin. Deyir ki, sənə deyir, geyindiyin paltaların heç biri yaraşır. Ay Allah, ölməsin, yazıqdır. Yazıq, deyir, o arıqlıqdan istəyirəm, elə şeylər eləməyin. Arıq oldun, nə olacaq ki? Hə, nə olacaq ki? Arıq oldun, nə oldu? Nə kimi dəyişiklik olacaq həyatında? Ye geçsin, ye, rahat ol. Ye yeməyini. Şey görsənir. Mən amma uşaqlar, mən yemək yeyirəm. Mən rəxit deyirəm ki, mən yaxşıyam. Mən realda vallah balacayam. Mən bunu hər dəfə deyirəm. Mən balaca boy qızam. Mən ona görə nə qədər arıqlasam belə məndə o şey durmur, absurd durmur o. Çünki mən balacayam. Amma mənim olar da hündür boyu. Mən 49 kiloda. Elə bir ki necə deyim sizə, belə şey olardım da, necə deyim, qarğıdalı çöpü, nə bilim, qorxuluq falan olardım. Yəni, uşaqlar 100 mindən sonra bitir ha. Valla kök olanda, qış fəslində, kurtka geyinəndə özümü meşənin içində, dağların arasından yırğalanmış panda kimi hiss edirəm. Hələ o kürkü geyinəndə, hələ o kurtkanı geyinəndə, papaq taxanda, nə bilim, şərfi taxanda, əlcək taxanda, inan mənə var ha, vallah deyirəm, özümü, ürəyim sıxılır, ürəyim partlayır özümdən.
Vapşe görsənmirik, hə. Çok ya elə deməyək. İndi köklərim. Misal üçün deyirəm, mən heç kompleksim yoxdur. Bu həyatda 28 yaşım var və bu şeyi öyrənirəm ki, zamanla nəyin arxasıca düşsəniz, o sizdən həmişə qaçır. Həyatın qanunu, psixologiyası belədir. Əgər ki, kökəlməyin arxasıca düşsəniz, siz arıqlayacaqsınız. Arıqlamağında alıca düşsəniz, əksini kök hər şey elə. Amma xeyr, hədəflərinə çat, amma o qədər də üstünə düşmə. Vallahi alınmır nəyinsə üstünə düşəndə. Boş burax, rahat ol, relaks ol. Yəni səni burada sıxan yoxdur ki, bitən, yəni necə deyim, sən pis olmursan ki, əsas odur sənin canın sağ olsun. Neynirsən, boş ver, kökəlib, arıqlamaq, yəni zamanla hər şey düzəlir. Vallahi. 100k. Tamam, ama 200.000 olmalıyıq. Bəs siz necə arıqladınız? Bakı gəldim, arıqladım da. Çörək az yedim, nə bilim, verilişlər falan, biraz streslər, gərginliklər, nə bilim, fikir, şirniyyat yemədim. Belə bir şeylər, biraz arıqladım. Ondan sonra da mədəm balacalaşdı. Və olmadı, necə deyim, rıdayı yemək istəyim çəkildi. Yəni elə də mən əvvəlcədən də o qızlar olur, indi belə pis çıxmasın, qızlar olur, belə yeyib içən, yemək yeyən, belə nə bilim, yağlı mağlı çörəklə batırıb. Elə zaten uşaqlıqdan elə insan olmamışam. Zaten elə insan da deyiləm. Yəni bir yeyib içən deyiləm. Nura çox sağ ol. Çox sağ ol. Haydi çat, 310 nəfər də o beni sevdən atsa vara 400 oluruq. 400 oluruq. Yok estağfurullah. Yok estağfurullah. Ebu İbn İmincansı. Amin inşallah. 2 dənə də qaldı, 2 dənə. Lola Kosmetika, ürəyim partlayır. Amil, çox sağ ol. Sima. Gəl. Dünən bunu deyirdim də, açmışam. Nato xanım, mən dedi, dərd orasıdır ki, hamısını da tanıyıram. Həqiqətən belə yayıncı yoxdur da. Normalda, yəni, insanları yayınında 2000, 3000, 1000 nəfər olanda, yəni belə pis çıxmasını çox da eləmirəm. Mən gör necə adamamsa, mən hamısını tanıyıram. 1000 da. Mənə də hədiyyə etdi. Amma mənim heç nəyim yoxdur.